Salam hər kəsə. Bu günləri izahda be, due to, be about to-nun izahı olacaq. Bunlar da modal feillərdir, amma elə fərz eləyin, amma bunlar çox da işlək olmayan modallardır. Bunlar çox asandır. Baxın, to be able to modal feili var. Elə fərz eləyin ki, bu odur. Necə ki orada biz deyirdik, məsələn, be açılır. Yəni be əmizar olur, be və yaxud da was were olur, gələcək zamanda will be olur, shall be olur. Bunlar da məsələn olur to be-nin formasına görə am due to və yaxud am about to, nə bilim was due to, was about to, is due to, is about to, yəni bu şəkildə olur. Yəni burada be şəxsə və zamana görə uzlaşır. Yəni məsələn she ilə am işlətmirik ki, she ilə is işlədirik. Bunlar eyni qaydada o to be able to ifadəsi kimi həmin qaydalar burada tətbiq olunur. Sadəcə olaraq bunların fərqi var. Bunların fərqini birinci deməli testdəki sözlərlə, yəni görək nədir? Yəni əslində çox sadədir, 2 dənədir. Çox sadə cümlələrdə də bunlar işlənir. Deməli be about to birinci cümlədə deyir ki, be about correct variant istəyir bizdən, düzgünü. Deyir ki, be about to ifadəsi is used, istifadə olunur. To talk about things, bir şeylər haqqında danışanda, which we are going to happen soon. Tezliklə, hansı ki onlar tezliklə baş verəcək. Yəni tezliklə baş verəcək bir şeylər barədə danışanda be about to-dan istifadə edilir. Bəli, düzdür. Bu belədir. Məsələn, baxın, mən deyirəm ki, mən deyirəm ki, samolyotda deyirlər ki, kəmərlərinizi bağlayın, fasten your seat belt. Təyyarə qalxacaq. Yəni təyyarə havaya uçmaq üzrədir. Üzrədir mənasındadır. Məsələn, the plane is about to take off. Təyyarə havaya qalxmaq üzrədir. Kəmərlərinizi bağlayın. Yəni əmr cümləsi olan ifadələrdə müəllimlər və yaxud da şagirdlər be about to-dan bax bundan istifadə edirsiniz. Deməli cümlə bax belə yaza bilərsiniz. Birinci əmr cümləsidirsə hərəkət, yəni yaxın zamanda elə 5 dəqiqə sonra, 2 dəqiqə sonra baş verəcəksə, burada be about to-dan istifadə olunur. 2-də yazılıb ki, be about to is used with time expressions. Yəni zaman bildirən ifadələrlə, zaman ifadələri ilə be about to istifadə olunur. Xeyr, bax bu ikinci səhvdir. Bir düz idi. Niyə görə səhvdir? Çünki zaman zərfi görəndə, time expressions belə yazaq da, cümlədə zaman zərfi görəndə due to-dan istifadə edin. Məsələn, cümlədə var ki, tezliklə gələn həftə, nə bilim, gələn 2 dəqiqə içində, in 2 minutes, həmin vaxtlarda siz about to-dan yox, due to-dan istifadə eləməlisiniz. Çünki vaxt söhbəti varsa, orada zaman zərfi varsa, be about to-dan yox, be due to-dan istifadə olunmalıdır. Sonra məsələn, tutaq ki, deyilir ki, iclas keçiriləcək gələn həftə. Gələn həftə keçiriləcəksə, burada is due to olmalıdır. Çünki next week var burada. Üçüncünü oxuyuruq. Deyir ki, be about to in the past can refer to things that were going to happen but didn't. Yəni, be about to deyir keçmişdə elə hadisələrdir ki, baş vermək üzrə olan, amma olmayan. Yəni, baş vermək üzrə idi kimi görünən, amma baş verə bilməyən. Üçüncü doğrudur. Be about to-ya aiddir. Mən məsələn deyirəm ki, yıxılmaq üzrə idim ki, o məni tutdu. Yıxılmaq üzrə idim ki, I was about to fall down. He catched me. O məni tutdu. Yəni, mən bu hərəkət oldu. Yəni, mən yıxıldım. Xeyr. Nəticə olaraq mən yıxılmadım. Yəni, əslində baş verəcək kimi göründü, amma baş vermədi. Yəni, but didn't, baş vermədi. Ona görə də 3 də burada doğrudur. Desəz ki, belə düşə bilərmi imtahanda? Yəni, ingilis dilində ifadələr şəklində düşə bilərmi? Adətən miqdə belə olur. Yəni, İngilis dilində yazılır. Biz onu tapırıq. Elə belə o qrammatik qayda ingilis dilində yazılır. Düzünü ya da səhvini tapırıq. Daha çox belə yox da 2 kimi, 3 kimi, yəni cümlələr şəklində düşə bilər. Dördüncüdə deyir ki, be about to in the past can refer to things that happen in the past. Keçmişdə baş verir və həqiqətən də keçmişdə olması gözlənilir və baş verir. Yəni xeyr, about to dedi ki, olmaq üzrə olur sanki, amma baş vermir. Məsələn, deyirəm ki, evdən çıxmaq üzrə idim ki, zəng gəldi. Yəni, geri qayıtdım telefonu açmağa da. Yəni, çıxa bilmədim evdən. Bu mənada belə. 5-də isə deyir ki, we use be about to talk about things that are planned to happen at a certain time. Certain time, yəni dəqiq bir vaxtda. Biz deyir, bu ifadədən istifadə eləyir. Bir şeylər planlaşdırılırsa dəqiq vaxtda olacaq, həmin vaxt istifadə eləyirik. Xeyr, baxın, dəqiq vaxt nə deməkdir? Məsələn, gələn həftə, tezliklə, 2 dəqiqə içində. Bunlar hamısı
dəqiq vaxtı göstərdiyinə görə, time expression olduğuna görə 5-i biz götürə bilməyəcəyik. Yəni burada bizim doğru cavabımız hansı oldu? 1-i düzgün götürdük, bir də 3-ü düzgün götürdük. Yəni yadda saxlayırıq. Be about to keçmişdə baş verəcəkmiş kimi olub da, yəni was about to, were about to olmayan hərəkətlərdə istifadə olunur və əmr cümləsidirsə, hərəkət indi baş vermək üzrədirsə, biz onda da about to-dan istifadə edirik. Due to-dan nə vaxt istifadə edirik? Zaman zərfləri olanda. Hərəkətin dəqiq vaxta göstərildiyi bilinəndə. İndi baxırıq. Biz burada 2-yə baxırıq. 2-də bizdən incorrect variantı istəyir. Yanlış olan istəyir. Diqqətli olaq. İndi baxın, cümlədə nə var? Cümlədə yazıb ki, the train is about to leave. Hurry up. Hurry up nədir? Əmr cümləsi. Birbaşa feillə başlayır. Tələs, tələsək, tələs. Birinə tələs deyirəmsə, qatar indi qalxır, qatar gedir ucu tələs. Yəni qatar hərəkət etmək üzrədir. Tez elə. Kiməsə deyirəm, yəni bu bir qatar 50 saniyə sonra gedir. Tələsməliyik. Ona görə də burada birinci düzgündür, səhv deyil. Əmr cümləsi varsa, orada about to-dan istifadə eləməyiz tamamilə doğrudur. Bizdən incorrect istədiyinə görə bir olan variantlara çıxmalıyıq. 2 hamısında var, yenə də oxuyaq. Baxın, zaman zərfi var, düzdür? Zaman zərfi ilə biz dedik ki, about to-nu vermirik, due to-nu veririk. Deməli, burada ikinci yanlışdır. Bizdən də yanlış istəyirdi deyə ikini götürürük. I was about to leave in 2 minutes when Mark arrived. Mark çatanda 2 dəqiqə içində mən çıxıb getmək üzrə idim. Yəni, zaman zərfi olduğuna görə bu düzgün deyil. Üçüncüdə deyir ki, I was about to phone Joe at work when he walked into the house. Bu isə düzgündür. Çünki mən deyir Johna zəng eləmək üzrəydim. O iş deməli evə gələndə, içəri girəndə mən ona zəng eləmək üzrəydim. Yəni mən ona zəng eləmək üzrəydim, elədim yox. Tutaq ki, mən məsələn zəng eləmək istəyirəm qardaşıma, tam zəng eləyəcəm ki, filan kəs hardasan? Görürəm qapıdan içəri girdə də zəng eləmirəm. Telefonu əlimdən yerə qoyuram. Mən əlimdə idi, nömrəni yığırdım. Tam o üzrəydim, amma artıq hərəkət baş tutmadı. Bu mənada biz burada üçüncünü doğru qəbul edirik. İkinci səhvdə yenə də deyirəm, zaman zərfi olduğuna görə due to olmalıydı. Dördüncüdə deyir ki, are you about to hand in homework today? Yəni sən ev tapşırığını bu gün eləmək üzrəsən. Baxın, today var. Today dedik ki, zaman zərfidir. Dəqiq bir vaxtda. Dəqiq vaxt olduğuna görə about to-dan istifadə eləməli deyildik. Deməli, burada 2-4 dəqiqdir. 2-4 olan variantlarımda B-lə A-dadır. C-ni çıxıram. İndi mən bilməliyəm. 5-i götürüm səhv olaraq, yoxsa 5 düzdür? Oxuyaq 5-i. She looked as if sanki she was about to cry. Elə görsənirdi. Sanki ağlamaq üzrə idi. Yəni ağlayırmış kimi görsənirdi. Deməli ağlamadı da, ağlamırmış bu dəqiqə. Ağlayacaqmış kimi görsənirmiş. Ona görə burada about to-nu verməyimiz tamamilə doğrudur. Yəni burada yanlış variant, incorrect variantımız B variantıdır. İndi mən 3-ü də, 4-ü də izah eləyəcəm. 4 cümlələr şəklində olduğuna görə 3-ü də izah eləyəcəm. Qalanların bu şəkildə belə göstərəcəm. Skrin eləyərsiniz. Alta, səhifənin altına işləyəndən sonra yazarsınız hansı cavablardır. Mən də geri dönüş eləyib videonun ardını çəkərəm və cavablarınızı yoxlayarsınız. Düzdür, yoxsa səhvdir deyə. Yəni hamısını mən işləməyim də, özünüz də işləyin. 3-də düzgün variantı istəyir yenə də. In 5 years zaman zərfidir. Zaman zərfi olduğuna görə due to-nu vermişəmsə A variantı doğru variantdır. Elə A variantı düzgün imiş. Niyə görə B variantı səhvdir? Çünki that week o həftədir. Zaman zərfidir. Dedik, zaman zərfləri ilə about to olmur. Son tezliklə zaman zərfidir, about to olmur. Burada hərəkət indi baş verir. Bax, deyir ki, sənə sonra zəng eləyərəm. Uşaqlarımı yola salmaq üzrəyəm. Sənə sonra zəng eləyə bilərəm. Sənə sonra zəng eləyə bilərəmsə, deməli bu dəqiqə mən bu işi etmək üzrəyəmsə about to-dan istifadə eləməliydim. Burada da 2 dəqiqə içində olduğuna görə about to-yu due to olmalıydı. Yəni fikir verin eyni cümlələrdə. Can you phone later sözü də İkisində də ikinci cümlə yeni gəlib. Burada səhv işlənmək, məsələn, baxın, E variantında in 2 minutes-ə görə due to olsaydı düz olardı. Və yaxud da D variantında I am about to olsaydı düz olardı. Ona görə D ilə də səhvdir. Bizdən 4-də incorrect variantı istəyir. Incorrect varianta baxıram. Deyir ki, tezliklə baş verəcək bir şeylər barədə danışarkən about to-dan istifadə edirik. Bəli, A variantı düzgündür. Yəni orada demirik tezliklə zaman zərfi olanda about to işlənir. Səhv salmayın. Tezliklə baş verəcək bir şeylər barədə about to-dan istifadə edirik. Necə ki, dediyi qatar tələs getmək üzrədir. Yəni tezliklə baş verir də bu 1 dəqiqəyə, 50 saniyəyə, nə bilim, lap 5 dəqiqəyə qatar hərəkət edir. Düzdür? The train is about to leave. Hurry up. Tələs deyirsə, deməli bu baş vermək üzrədir tezliklə. A variantı düzgündür. Can is used after another modal verbs.
will. Can deyir istifadə olunur. Digər modal feillər olan willdən də sonra. Will can deyə bilmərik axı biz. Bu yanlış fikirdir. We use be able to talk about abilities. Bacarıqlar barəsində biz able to'dan istifadə edə bilərik. To be able to bacarıqlarda istifadə edə bilirik. Bəli. C variantı düzgündür. Biz nəyisə bacaranda can modal feilinə bərabər tutub be able to'nu deyə bilərik. Məsələn deyirəm I am able to swim. Mən üzə bilirəm, yəni üzməyi bacarıram. Bu o mənada. O mənadadır. Yəni C variantı burada doğru variantdır. Be due to can be used with time. Bəli. Biz due to'nu vaxt, zaman zərfləri ilə işlədə bilirik, amma about to'nu deyir işlədə bilmirik. Düzdür. Biz zaten bunu deyirik bayaqdan. Bizdən incorrect istəyirdi. Be due to'nu bir şeylər haqqında dəqiq vaxtda gözləniləndə eləyirik. Bəli. Dəqiq vaxtda olacaqsa, məsələn bu gün tezliklə 2 dəqiqə içində burada da biz due to'dan istifadə eləyirik. Burada cavab deməli B variantıymış. B variantı da niyə görə? Çünki deyir ki, digər modal feillərdən sonra istifadə edilir. Xeyr, will'dən də sonra biz able istifadə edirik. Məsələn, will be able to, will can demirik ki, will be able to, nə bilim, to be able to be about to, bunlar to be about to be due to və to be able to ifadələrədir. Ona görə burada incorrect variantımız B variantıydı. Yəni bu qədər. 5-ciyə siz baxarsınız, mən bu şəkildə verirəm. Bu 5-cidir. Bax, məsələn, diqqətli olun. B variantına baxın. In 5 minutes zaman var, amma about to verib. B variantı səhvdir. Sonra, burada baxaq. İstəyirsinizsə elə buna da baxaq ən yaxşısı. Burada bizə verib ki, ən yaxşı bu cümlənin mənasını hansı verir? Bax, deyir ki, I couldn't go to school yesterday. Dünən məktəbə gedə bilmədim. At the last moment, son anda, yəni son anda evi tərk etmək üzrə idim ki, itim xəstələndi, özüm pis hiss elədi. Buna deyir ən yaxşı bu due to-la, about to-la hansı ifadəni versək doğru olar. Baxın, deyir ki, I was due to go to school but my dog felt bad. Əgər mən tam evdən çıxmaq üzrə idimsə, hərəkət baş vermədisə, burada due to-dan istifadə etmirəm, about to-dan istifadə edirəm. Çünki mən evdən çıxmaq üzrə idim, amma nə səbəblə olursa olsun bu baş vermədi. Dəqiq rəqəm olduğuna görə, yəni dəqiq üzr istəyirəm, vaxt olduğuna görə about to dedik ki, olmaz. Ona görə bu da səhvdir. I didn't want to go to school. Məktəbə getmək istəmirdim, çünki itim xəstə idi. Xeyr, mən məktəbə getmək istəyirdim. Sadəcə bunu edə bilmədim, səbəbi var. D variantında itim icazə vermədi məktəbə gedim. Mən də qərar aldım ki, evdən çıxmayım. Qətiyyən əlaqəsi yoxdur. I was about to leave home for school when my dog felt bad. İtim deyir, xəstələnəndə evdən çıxmaq üzrə idim. Yəni tam gedirdim ki, məktəbə, it özüm pis hiss elədi. Yəni doğru cavabımız E variantı idi. Qalan 6, 7, 8, 9 artıq çox asandır. Bir də burada 10-cuya çevirək. 10-cuya da baxın. 10-cu da doğru variantı istəyir. Yəni bunu eləyərsiniz siz.